Çadırda heç bir yırtıq və ya deşik olmadığı halda çadırın içi niyə su olur? Bunun birinci səbəbi kondensasiya deyilən prosesdir. Biz nəfəs alıb verərkən nəfəsimiz çadırın içində dövr edir və əgər dövr edən hava çadırın içindən düzgün bir şəkildə xaric olunmursa, həmin hava çadırın tavanına yığışaraq üzərimizə yağış kimi damcılaya bilir. Hətta qış aylarında çadırın içində bu proses sayəsində qar belə yağa bilir. Çadırların bu şəkildə havalandırma pəncərələri olur və bu pəncərələr açıq olmadığı zaman çadırın havalandırması düzgün işləmir. Havalandırmalar bu şəkildə açıq olmalıdır. Bunun ikinci səbəbi isə çadırın üst örtüyünün düzgün qurulmamasıdır. Çadırın üst örtüyünü qurarkən örtüyün tam şəkildə tarım olmasına fikir verməliyik. Çadırın üst örtüyü iç örtüyünə dəyməməlidir. Əks halda yenə də burada hava axını prosesi düzgün getmir və çadırın içi su ilə dolur. Çox zaman biz çadırın ətrafında hərəkət edərkən ayağımız çadırın iplərinə ilişir. Hansı ki bu iplər çadırın üst hissəsini torpağa bağlayan iplərdir. Ayağımız ilişir bu iplərə, bu iplər açılır və artıq çadır tarım olmur, üst hissəsi alt hissəsinə bu şəkildə dəyir. Bəzən də biz çadıra girərkən tarazlığımızı itiririk və yıxılmamaq üçün çadırın qapısından tuturuq. Bu da həmin üst hissənin olmalı olduğu yerdən sürüşməsinə səbəb olur. Amma bəzi hallarda çadırın içi ümumiyyətlə yaş olmaya da bilir, sadəcə nəm kimi olur. Bu da sizin çadırın içində yaratdığınız atmosferdən asılıdır. Yəni siz özünüz çadırın içərisindəki quru və ya nəm havaya nəzarət etməlisiniz. Ona uyğun olaraq çadırın havalandırmasını təmin etməlisiniz.